Mən Abdullayeva Zəhra, Kimya Biologiya təmayüllü Respublika Liseyin 10-cu sinif şagirdi. Biz bugün FAB şirkətlər qrupunun istehsalat müəssisələrini gəzdik, boruların hazırlanması, kafe mütləq yapışdırılması, elektrik kabelləri haqqında məlumatlarla yaxından tanış olduq. Öncə çox təşəkkür edirəm ki, bizi belə gəzdirdiniz, yəni bütün hər şeyi gördük, bütün hər şeylə yaxından tanış olduq. Çox yaxşı təəssüratlarım oldu buradan. Biz bütün proseslərlə yaxından tanış olduq. Yəni çox mürəkkəb proseslər gedirdi burada. Heyran qaldım həqiqətən. Çünki biz düşünürdük ki, sadə proseslərdir, sadəcə boya hazırlanır, amma bir çox işlərin gördük. Yəni avadanlıqlar olsun, digər işçilərin məsuliyyəti olsun, çox böyük sahəsi var. Burada çox fərqli avadanlıqlar var. Yəni bunları idarə eləmək, bunların idarəsi ümumiyyətlə çox böyük məsuliyyət tələb edir. Həqiqətən heyran qaldım. Bu qədər mürəkkəb quruluşlu prosesləri görməyi gözləmirdim. Ümumi olaraq yəni çox yaxşı təəssüratlarım oldu. Hər birinizə çox təşəkkür edirəm.